Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın sınaq toplusundan 15-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Sinir impulslarının ötürülməsini həyata keçirən bir neyrona aid qrafikdə X-in yerinə aşağıdakilərdən hansı yazıla bilməz? Neyron hüceyrələri enerjidən, enerjini çox istifadə edən hüceyrələrdir. Yəni onlar çoxlu miqdarda mitoxondriyalara malikdir. Onlar çoxlu miqdarda enerji istifadə edirlər. Və buna görə də onlar edə bilməz dediyi halda neylərə baxmalıyıq? İstifadə olunan qlikozanın miqdarı zaman keçdikcə artır. Bu qrafik neyronlar üçün doğrudur. Əmələ gələn istilik miqdarı da artacaq. Çünki yenə də deyirəm, bunların mitoxondriyaları aktiv şəkildə işləyəcək. Əmələ gələn karbon qazının miqdarı artacaq, istifadə olunan oksigenin miqdarı artacaq. Amma impulsun ötürülmə sürəti bir neyron daxilində bu qədər kəskin bir şəkildə dəyişə bilməz. Neyron daxilində impulsun ötürülmə sürətində bir fərq ola bilər, cüzi bir dəyişim ola bilər, temperatur kəskin artışından olar, yaxud da ki, hər hansı bir maddənin neyron membranına təsiri nəticəsində müəyyən bir artım ola bilər. Amma belə kəskin artım bir neyron daxilində ola bilməz. Neyronların arasında impulsların ötürülmə sürətinə fərq yarana bilər. Məsələn, mielinsizdə biz bilirik ki, impulsun ötürülmə sürəti kiçikdir, amma mielinli neyronlar Ranier boğumlarına malik olduğuna görə onlarda impulslar atlama ilə keçir deyə impulslar daha sürətli ötürülür. Yəni bir neyrondan digərinə keçişdə bu qrafiki bəlkə də götürmək olar, amma bir neyron daxilində impulsun ötürülməsi bu qədər kəskin dəyişə bilməz. Ona görə elə bil də C bəndi uyğun cavabdır. İkinci suala baxaq. Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi refleks köksünün neçənci hissəsinə uyğundur? Baş beyin reflekslərini Sechenov 3 hissəyə bölmüşdür. Birinci hissə, demək, duyğu orqanlarına əmələ gələn oyanma idi. Demək, ikinci hissə beyində gedən, mərkəzdə gedən, demək, oyanma, tormozlanma prosesləri idi. Orada qavrayış baş verirdi və üçüncü hissə insanın davranışı idi. İndi bizə deyir ki, demək, baş beyin reflekslərinin ikinci hissəsi, yəni mərkəzdə gedən proseslər, mərkəz nəzərdə tutulur burada. Refleks köksünün neçənci hissəsidir? Mərkəz refleks köksünün üçüncü hissəsidir. Birinci hissə nə idi? Birinci hissə reseptorlar idi. Reseptor sahədə orada oyanma baş verirdi. Yəni duyğu hiss edilirdi, duyulurdu. Sonra qıcıq duyulurdu. Sonra ikinci hissə hissi yolu idi. Üçüncü hissə isə mərkəz idi. Demək, bizə də üçüncü hissə lazımdır. Bu da mərkəz C bəndində verilmişdir. Üçüncü suala baxaq. Üçüncü sualda aşağıdakı sxemdə eyni genotipə sahib 3 hüceyrə verilmişdir. Verilmiş hüceyrələrə əsasən birinci, ikinci və üçüncü hüceyrələrin əmələ gətirə biləcəyi qametlərin növ müxtəlifliyi hansı bənddə müvafiq olaraq düzgün verilmişdir? Deyir, Krasingover yoxdur. Krasingover yoxdursa, onda gəlin birinci orqanizmin əmələ gətirə biləcəyi qameti yazaq. Birinci orqanizm bir-biri ilə ilişkili olan 3 növ genə malikdir. Və bu genlər ilişkili dediyimiz kimi və Krasingoverdə yoxdur. Ona görə bu sadəcə bir tip və bu da bir tip. Yəni burada cəmi 2 tip qamet verə bilər bu. 2 tip. Sadəcə böyük A, böyük B, böyük D genləri daşıyan və kiçik A, kiçik B və kiçik D genləri daşıyan qametlər. Yəni birinci orqanizm sadəcə 2 tip qamet verə bildi. Keçək ikinci orqanizmə baxaq. İkinci hüceyrəyə daha doğrusu baxaq. İkinci hüceyrə A və B genləri ilişikdir, D isə sərbəst yerləşir. O zaman A və B-yə görə demək bir tip qamet. Kiçik A və kiçik B-yə görə bir tip qamet. D-yə görə bir tip qamet. Bu D-yə görə də bir tip qamet. Demək, burada neçə tip qamet verə bilər bu orqanizmin? 4 tip qamet verə bilər. 4 tip qamet verə bilər. Demək, hətta bu qametləri yaza da bilərik biz. Hansı qametlərdir? Böyük A, böyük B, böyükdir. Böyük A, böyük B, kiçikdir. Kiçik A, kiçik B, böyükdir. Kiçik A, kiçik B və kiçik D qametləri. 4 tip qamet verdi. Sonra yazaq bunu da. Demək, 4 tip qamet, bu isə 2 tip qamet vermişdir. Gəlin, üçüncü orqanizmi də yazaq. Üçüncü orqanizmizdə hər bir gen sərbəst şəkildə yerləşir burada. A birində, B birində, D də birində. Yenə burada da 2 tip qamet verəcək. Bu
Yenə 2 tip qamet verəcək. Bu da A-lar da yenə 2 tip qamet verəcək. 2 tip. O zaman 2-nin 2-yə, onun da 2-yə hasili. Demək, burada 8 tip qamet əldə olundu. Demək, 8 tip qamet əldə olundu. Aha. Demək, burada da üçüncüdə əldə olunan qamet 8 tipdirsə, ardıcılığı necə oldu? 2, 4, 8, bu da B bəndində verilmişdir. Bu şəkildə ayrı-ayrı qametləri verdim. Təbii ki, crossover olsaydı, fərqli sayda qamet əldə edəcəkdik. İlişikli genlərə görə. Aha. Sonra növbəti 4-cü sualda verilən fikirlərdən hansı doğrudur? Böyrəklər yalnız canlı insanlardan köçürülməlidir. Xeyr, böyrəklər yalnız canlı insandan köçürülməyi, yəni bu doğru deyil. Çünki həm də yenicə dünyasını dəyişmiş bir insandan da köçürülə bilər. Ona görə bu yanlışdır, doğru deyil. B-də deyir ki, canlı orqanizmlərdən alınan böyrəklər 2-3 həftədən sonra fəaliyyətə başlayır. Xeyr, bu ifadə dünyasını dəyişmiş insandan alınan böyrəyə uyğun ifadədir. Ona görə B də yanlışdır. C-də deyir ki, istənilən şəxs donor ola bilər. Xeyr, istənilən şəxs donor ola bilməz. 18 yaşına qədər, yəni sadəcə sümük iliyi alına bilir. 18 yaşdan yuxarı donor ola bilər insanlar, yəni müxtəlif orqanlardan köçürülə bilər. Həmçində əgər 18 yaşdan yuxarı da o hal da ola bilər ki, sağlamlıq imkanı, yəni sağlamlığı imkan versin. Ona görə istənilən şəxs sözü burada doğru deyil. D-də deyir ki, eyni insanın bədəninin bir bölgəsindən digər bölgəsinə toxuma köçürülməz. Toxuma köçürülür. Məsələn, ola bilsin ki, insan bir qəza keçirdib, dərisində bir yanıq var. Məsələn, dəri bir yerdə. Məsələn, bud nahiyəsinə götürmüş bir dəri başqa bir nahiyəyə köçürülür. Məsələn, damar köçürülməsi həyata keçirilə bilir. Sonra, məsəl üçün, bağların köçürülməsi həyata keçirilə bilir. Yəni, bunlar mümkündür. Toxuma köçürülməsi həyata keçirilə bilir. Ona görə bu, köçürülməz dediyinə görə bu yanlışdır. E-də deyir ki, kök hüceyrələrindən orqanların klonlaşdırılması mümkündür. Bəli, bu doğru ifadədir. Ona görə burada sadəcə 4-də E bəndi doğru oldu, digərləri isə yanlış oldu. Baxaq növbəti suala. Verilən nəsil ağacında X cinsi xromosomu ilə ilişkili olan resessiv əlamətləri fenotip üzə çıxan fərdlər rəngli göstərilmişdir. Baxaq, burada demək ana həmin əlamətə malikdir. Fenotipində üzə çıxır və rəngli göstərilir və həmin əlamət də resessivdir. Resessivdirsə, tutaq ki, əlaməti bir A hərfləri ilə işarə etsək, o zaman ana demək hər iki X xromosomu A genini daşıyacaq, resessiv A genini daşıyacaq. Atada isə əlamət yoxdur. Demək, ata sağlamdırsa, böyük A genini daşıyacaq. Baxaq. Çıxan fərdlər rəngli göstərilmişdir. 2 və 3 nömrəli fərdlər eyni yumurta ikizlərdir. Demək, bunların genotipi eyni olacaq. Verilənlərə əsasən hansı fərdlərin fenotipi səhv verilmişdir? Fenotipi səhv verilmişdir. Gəlin bunları çarpazlaşdıraq. Çarpazlaşdırmadan görək nə alınır. X-la bu X-i çarpazlaşdıraq. Fərqli rəngindən götürüm, qoy. Diqqətlə çəksin. Bunları çarpazlaşdırdıq. Demək, burada nə görürük? Görürük ki, qızlar sağlamdır. Oğlanlar isə xəstədir. Oğlanlar xəstə verilib. Kiçik A genini daşıyır çünki. Demək, qızlar sağlamdır, oğlanlar xəstədir. Ancaq bura baxaq, burada nə göstərilib? Göstərilib ki, qızın biri xəstədir. Qızın biri xəstədirsə, veribsə, deməli o yanlışdır. Səhv verilmiş elə odur. Digərlərinə baxmıram, elə bu səhv verilib. Səhv verildiyinə görə deyir, hansı səhv verilmişdir, onda E bəndi uyğun cavabdır. Doğru ifadəni tapın. 2 göbək ciyəsi olan əkizlər. İstər müxtəlif yumurta əkizi olsun, istər eyni yumurta əkizi olsun, istər ümumiyyətlə əkiz olmayan uşaq olsun. Yəni, hər uşağın özünə məxsus bir göbək ciyəsi olur. Yəni, biz göbək ciyəsinə baxıb deyə bilmirik ki, bu say, məsəl üçün, müxtəlif yumurta əkizinə aiddir, eyni yumurta əkizinə aiddir. Bunu müəyyən edə bilmirik. Ona görə baxaq buradan. Deyir ki, mütləq eyni cinsli olacaqlar. Mütləq deyə bilmərəm. Yanlışdır. Müxtəlif qan qrupuna malik ola bilməzlər. Ola bilərlər. Ola bilsin ki, müxtəlif yumurta əkizidir və müxtəlif qan qrupuna malikdirlər.
müxtəlif ciftə malik ola bilməzlər. Müxtəlif yumurta əkizi olsalar, müxtəlif ciftə malik ola biləcəklər. Müxtəlif cinsli ola bilməzlər. Müxtəlif cinsli də ola bilərlər, əgər müxtəlif yumurta əkizidirsə. Bir yumurta hüceyrənin maylanmasından əmələ gələ bilərlər. Bəli. Demək istəyir ki, eyni yumurta əkizi ola bilərlər. Bəli, ola bilərlər. Yəni, E bəndi uyğun cavabdır. 7-ci sualda görək nə deyir? A fenotipinə malik qan qruplu, hemofiliya olmayan ana ilə. Baxaq. A fenotipinə malikdir ana. Onun qan qrupu ya A0-dır, ya AA-dır. AB qan qruplu atanın ilk uşağı B fenotipli qan qrupludur. B fenotipinin burada üzə çıxması üçün, gəlin bir dənə baxaq burada. Bu çarpazlaşmadan B fenotipi üzə çıxa bilmir. Ya ikinci qan qrupu alınır, ya da dördüncü qan qrupu alınır. B fenotipinin üzə çıxması üçün qan qrupu üçüncü qan qrupu olmalıdır. Yəni, bu hallar heç birisində üçüncü qan qrupu olmadığına görə, demək ki, anam bu genotipə malik deyil, AA genotipinə malik deyil. Bunu pozuruq ona görə. Və arxayınlıqla yaza bilirik ki, ananın qan qrupu A0-dır. O zaman davam edirik məsələn. Deyir ki, ilk uşağı B fenotipli qan qruplu və hemofiliya xəstəsi oğlan olmuşdur. Bu ailənin A fenotipli qan qrupuna malik sağlam uşağının olma ehtimalı neçədir? Gəlin bunları çarpazlaşdıraq. AA, A0, demək AA, A0, AB, B0. Demək, burada 4 dənə müxtəlif genotipə malik olan qan qrupu biz aldıq. Demək, aldıq AA, A0, B0 və AB. Bu ilk uşaq deyildi ki, B fenotipinə malikdir. Bəli, buradan görünür ki, B fenotipinə malikdir. Və hemofiliya xəstəsidir həmçinin. Hemofiliya xəstəsidir. Demək, burada deyir ki, bu ailənin A fenotipli qan qrupuna malik sağlam uşağının doğulma olma ehtimalı neçədir? Buradan elə gəlin biz A fenotipini müəyyən edirik, sonra keçək məsələnin qalan hissəsinə. Burada A fenotipi harada meydana çıxdı? Ancaq bu ikisində meydana çıxdı. Yəni 4-dən 2 halda və ya başqa sözlə 2-dən 1 halda A fenotipi üzə çıxa bilər. Bunu yadımızda saxlayırıq. Lövhəni pozuram və keçirəm qalan hissəyə. İlk uşaq B fenotipli qan qrupla hemofiliya xəstəsi oğlan olmuşdur. Hemofiliya xəstəsi oğlan. Gəlin yazaq. Hemofiliya xəstəsi oğlan. Demək, burada necə demişdi ananın qan qrupunu? Ananın qan qrupu, ana hemofiliya deyildi. Ana hemofiliya deyildisə, deməli, ananın qan qrupu ya belədir, ya da hər iki əlamətə görə dominantdır. Hətta bunu elə normal adidən hınla işarə edirik. Gəlin hınla işarə edək də bunu. XH, 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 XH. Ana yəni sağlamdır. Ata da hemofiliya deyilsə, demək böyük H-dır atada da. Amma bunların hemofiliya xəstəsi oğlan övladları doğulmuşdursa, deməli, kiçik H var da, ana tərəfdən kiçik H gəlib. Ana tərəfdən kiçik H gəlibsə, demək, ananın bu genotipi yoxdur da, yəni anada genotip bu şəkildədir hemofiliya xəstəliyinə görə. Gəlin, indi bunları çarpazlaşdırıq. Demək, nə yazdıq? Yazdıq ki, XH, Y verdi XH, kiçik H, Y. Sonra oğlanları yazaq. İndi gəlin qızları yazaq. XH, XH və bir dənə də bu. XH. Yaxşı, mən bunu yenidən yazdım. Burada biraz qarışıqlıq oldu. Demək, necə yazdıq? XH, XH, X böyük H, Y. Oğlanları da yazsaq, oğlanları qarışdırmamaq üçün fərqli rəngdən yazaq. Deyək ki, bu ailənin A fenotipli qan qrupuna malik sağlam uşağının olma ehtimalı neçədir? Burada neçə dənə sağlam uşaq var? Bir dənə bu oğlan xəstədir, qalan bütün övladlar böyük H-dır. Yəni, bütün övladlar sağlamdır. Buradan belə çıxır ki, sağlam olma ehtimalı neçə oldu? 4-dən 3. 4-dən 3.
Deməli, A fenotipli qan qrupuna malik və sağlam uşaq olma ehtimalı neçə olacaq? A fenotipi neçə ehtimalla idi? 2-də 1. Və sağlam uşağın olma ehtimalı neçə oldu? 4-də 3. Və bunların hasili 8-də 3-dir. Yəni, ikisinin birlikdə olma ehtimalı 8-də 3-ə bərabərdir ki, bu da C bendində verilmişdir. 8-ci sualda deyil. İnsanın hansı hüceyrələrində mitoz prosesi baş versə də sitokinez prosesi baş vermir. Yəni, mitoz baş verir, amma sitoplazma bölünmür. Bu, ennazolaqlı əzələ hüceyrəsindədir. Ennazolaqlı əzələ hüceyrəsi çox nüvəli hüceyrədir. Bu hüceyrələrdə karyokinez baş verir, amma sitokinez baş vermir. Yəni, nüvə bölünür, amma sitoplazma bölünməsi baş vermir. O səbəbdən onların hüceyrələri çoxlu nüvəyə malik olur. Ona görə də E bəndi burada uyğun cavab olacaq. 9-cu sualda aşağıdakı sxemdə kəlləlilər yarımtipinə aid A və B canlılarının xüsusiyyətləri verilmişdir. Verilənlərə əsasən hansı fikir yanlışdır? A. Kəlləlilər yarımtipi və yaxud da ki, onurğalılar yarımtipi deyə bilərik. Demək, bunların xüsusiyyətlərindən yanlış olan soruşur bizdə. Demək, A canlısı bədən temperaturu sabitdir, ürək kamerası 4 kameralıdır. A, bədən temperaturu sabit olanlar hansılar idi? Quşlar, məməlilər idi. Onların hər ikisində ürək kamerası demək sayı 4 idi. Düzünə inkişaf idi hər ikisində. Sidik hissəsi yoxdur. Sidik hissəsi yoxdursa artıq bu canlı bəlli oldu. Deməli, A canlısı quşlara aiddir. B canlısına baxaq. Bədən temperaturu sabit deyil. Məsələn, məməllilər, üzr istəyirəm, balıqlar, suda quruda yaşayanlar və yaxud da ki, sürünənlərin hər hansı bir nümayəndəsi ola bilər. Ürək kameralarının sayı 3-dür. 3-dürsə artıq bu ya suda quruda yaşayandır, ya da sürünəndir. İnkişafı dolayı yolla gedəsə, demək bu sürünən deyil artıq. Çünki sürünənlərdə inkişaf düzünədir. Burada dolayı inkişaf deyilsə, söhbət burada suda quruda yaşayanlardan gedir. Deməli, B canlısı da suda quruda yaşayandır. Görək bunlar haqqında hansı ifadə yanlışdır? Baxaq indi. Deyir, A canlısı xordallar tipinin ən cavan sinfinə aiddir. Bəli, quşlar ümumiyyətlə xordalların ən cavan sinfidir və A canlısı da quşlar sinfinə aiddir. B canlısının inkişafı yumurta hissəsinə gedə bilər. B canlısının inkişafı, demək, suda quruda yaşayanlarda inkişaf necə başlayır? Suda quruda yaşayanlarda inkişaf başlayır suya, demək, dişilər tərəfindən kürlər qoyulur və xaricdə, yəni su mühitində mayalanma gedir. Həmin kürdən içərisində demək yumurta inkişaf eləyir və bir müddətdən sonra həmin sürfədən, həmin yumurtadan çıxan sürfələr inkişaflarını davam elətdirirlər. Yəni inkişafı belə deyim də, ancaq tamamilə, yəni belə sürünənlərdə kimi, quşlarda kimi tam o inkişaf etmiş bala dünyaya gəlmir yumurta içərisindən. Yumurta içərisindən çömçəquyruq çıxır, sonra çömçəquyruq da inkişaf edib yetkin fərdə çevrilir. Burada ona görə bu bənddə yəni inkişafı sürünənlərdə kimi və yaxud da quşlarda kimi tam o qabıqla əhatə olunmuş yumurta içərisinə getmir. Sonra B canlısında dəri tənəffüsü var, bəli, suda quruda yaşayanlarda dəri tənəffüsü var. A canlısında pulcuq ola bilər, bəli, quşlarda pulcuq olur pəncərəsində. A canlısının bədənində qan qarışmır, A canlısı quşlara aiddir, quşlarda bəli qan qarışmır. Sadəcə burada B cavabı, yəni cavablar hissəsinə uyğun cavab oldu yanlışa. 10-cu suala baxaq. 16 illik cökə ağacının 7-ci yaşına uyğun illik halqası harada yerləşir? 16 illik cökə ağacıdır. Demək, cökə ağacında tutaq ki, özək olsun. Buradan başlayaraq biz demək yaşları yaza bilərik. 1, 2, 3 və s. Ta ki 16-ya qədər. 16-cı yaşa qədər. Yəni tutaq ki, desəydik ki, özəkdən 7-ci qat, özəkdən 7-ci qat elə belə saya gedərdik və 7-ci qat hansı idi onu tapardıq, deyərdik ki, özəkdən sonraki 7-ci qatda yerləşir. Ancaq burada özəkdən sonra 7-ci qat yoxdur. Özəkdən sonra 6-cı qat var. Xeyr, o 6 yaşa uyğundur. 8-ci qat var, bu da 8 yaşa uyğundur. Sonra, indi gəlin Kambi tərəfindən bunu hesablayaq. Kambi tərəfindən hesablasaq, ağacın yaşından 16-dan 7-ni çıxırıq və qalır 9. 9-un da üzərinə bir qat gəlirik. Yəni, həmin o qatın sayını gəlirik. O da 10 edir. Bu olacaqdır neçə? Kambidən 10-cu qat. Amma cavabların içərisində kambidən 10-cu qat yoxdur. 8-ci qat var, 9-cu qat var. B cavabı da getdi. Qaldı sadəcə D cavabı. Qabığın altındakı 11-ci qat. Kambidən 10 qat eləmirdi. O kambidən 10 qatın üzərində birində gəlirik. Yəni qabığın altında olduğuna görə burada kambi qatını da hesablayırıq. 11. Bəli, qabığın altındakı 11-ci qatda
yerləşir. Uyğundur. Sonra dihibrid çarpazlaşmada iki heterozigot fərd verilib, hər iki əlamətə görə diheterozigot fərd verilib və bunların çarpazlaşmasının əmələ gələn fərdlərin hansı hissəsində dominant əlamətlərə rast gəlinir? Biz xatırlayaq. 3-cü qanun, Mendelin 3-cü qanununda Pennet cədvəli verilmişdir. Pennet cədvəlində demək cədvəlin lap aşağı küncündə diheterozigot fərd verilmişdir. Üzr istəyirəm, diheterozigot yox, hər iki əlamətə görə resessiv fərd verilmişdir. Yaşıl qırışıq. Bir dənə həmin fərd hər iki əlamətə görə resessiv idi. Yaşıl qırışıq idi. Demək, cədvəldə də 16 dənə kombinasiya var idi. 16 kombinasiyadan sadəcə biri hər iki əlamətə görə resessiv idi. Demək, yerdə qalan 15-ində heç olmasa əlamətlərdən biri dominant olacaqdı. Məsələn, sarı hamar olacaqdı, sarı qırışıq olacaqdı, yaşıl hamar olacaqdı. Hər hansı bir dominant əlamət ya hamar, ya sarı olacaqdı həmin fərdlərdə. Ona görə də burada 16-dan birin bu fərdi, yaşıl qırışığı, məsələn, indi bunu yaşıl qırışıq üzərində mən dedimdə, nümunə göstərdim, çıxsaq, yerdə qalan 15-ində, 16-dan 15-ində dominant əlamətə rast gəlmək olacaq. Bu da E bəndində verilmişdir. Müxtəliflik mənşə mərkəzləri eynidir. Hansının müxtəliflik mənşə mərkəzi eynidir? Qarğıdalı və balqabağın. Bunların hər ikisinin müxtəliflik mənşə mərkəzi Amerika mərkəzidir. Yəni, burada da cavab D bəndi olacaq. Uyğunlaşmanın hansı növü maddələr mübadiləsinin özünü tənzimləmə mexanizmini və enerjinin çevrilməsi hesabına orqanizmin qorunub saxlanılmasını təmin edir. Burada enerji çevrilməsi, orqanizmin qorunub saxlanılması və ümumiyyətlə maddələr mübadiləsinin özünü tənzimləməsi deyilsə, biz burada fizioloji uyğunlaşmadan danışacağıq. Fizioloji uyğunlaşmaya misal olaraq heyvanların qış yuxusuna getməsini misal deyə bilərik. Məsələn, yarasalarda temperatur aşağı düşdükdə onların maddələr mübadiləsi zəifləyirdi. Digər məməlilərdə isə əksinə maddələr mübadiləsi güclənirdi. Onlar daha çox istiliyə əmələ gətirirdilər və dəryaltı pidə kütləsi hesabına da həmin istiliyi qoruyub saxlamağa çalışırdılar. Bu da yəni B bəndi uyğun cavab oldu. Keçək 14-cü suala. Flamingomonadanın cinsi çoxalması zamanı əmələ gələn qamet, zigot və yeni yosunların saylarının cəmi 140 olmuşdur. Aha, zigot sayın, heç birinin sayını bilmirik ümumiyyətlə ayrı-ayrılıqda. Zigotun da sayını bilmirik. Gəlin zigotu X götürək. Zigotu X götürsək, zigotu əmələ gətirən qametlərin sayı o zaman 2X olacaq. Niyə? Çünki 2 qamet birləşib bir zigot əmələ gətirir. Və zigotun bölünməsindən, hər bir zigotun bölünməsindən 4 fərd yaranır. İndi burada da əgər zigotun sayı X-dırsa, o zaman fərdlərin sayı 4X olacaq. Yəni bunlar üçü birlikdə 7X bərabərdir 140 olacaq. Buradan da çıxır ki, X-in qiyməti 20-yə bərabərdir. Aha, X-in qiyməti 20-yə bərabər o deməkdir ki, yəni zigotun sayı 20-yə bərabərdir. O zaman qametin sayı 40 və fərdlərin sayı isə 80 olacaq. İndi bizə nə deyir? Bizə deyir ki, prosesdə bilavasitə iştirak edən qametlərin cəmi neçə qametçisi olmuşdur? Biz dedik ki, neçə dənə qamet var? Biz dedik ki, 40 dənə qamet var. Hər bir qamet də 2 qametçılıdır. O zaman qametlərin sayını vururuq 2-yə, tapırıq ki, qametlərdə cəmi 80 qamçı var imiş. 80 də A bəndində verilmişdir. Sonra 15-ci suala baxaq. 4 ilkin bakteriyanın maksimum sürətlə bölünməsi zamanı sonda bölünməyə məruz qalan bakteriyaların sayı 1020 olmuşdur. Bu zaman 5-ci bölünməyə 2 bakteriyanın neçə fərdi məruz qalmışdır? A. 4 ilkin bakteriya bölünür. 5-ci bölünməyə 2 bakteriyanın neçə fərdi məruz qalır? 4 bakteriya bölünür. Birinci bölünmədən 8, ikinci də 16, 32. Bu demək birinci, ikinci, üçüncü və dördüncü bölünmədən 64 fərd yaranır. 5-ci bölünmədən 128 fərd yaranır. Demək 5-ci bölünməyə ümumilikdə 4 bakteriyanın 64 fərdi məruz qalmışdır. 4 bakteriyanın 64 fərdi. O zaman birinin neçə fərdi məruz qalıb deyilsə, 64-ü 4-ə bölərəm, taparam 16. İndi bizə deyir ki, 2 bakteriyanın neçə fərdi məruz qalıb. Əgər birinin 16 fərdi məruz qalıbsa, ikisinin 2 vurma 16. İkisinin 32 fərdi məruz qalıb. 32 fərd. Bu da E bəndində verilmişdir. Yəni cavab burada E bəndi olacaq. 15-də E bəndi. Sonra 16-cı sual. DNT molekulunun 2 qat hidrogen rabitələrinin, karbohidratlarının və fosfat turşusu qalıqlarının cəmi
4830-dur. Bu DNT molekulunda adenin azotlu əsaslarının sayı 230 olarsa, cəmi neçə hidrogen rabitəsi olar? Adenin azotlu əsaslarının sayı 230-dursa, buradan belə çıxır ki, adenin və timin arasında yaranan 2 qat hidrogen rabitələrində cəmi 230-dur. Və bizə də yuxarıda dedi ki, demək, 2 qat hidrogen rabitələr, fosfat turşusu qalıqları və karbohidratlar, bunlar birlikdə demək olur 4830. İndi mən buradan taparam ki, fosfat turşusu və karbohidratların birlikdə cəmi 4600-dür. Fosfat turşusu və karbohidratların sayı da bir-birinə bərabərdir. Niyə görə? Çünki hər nukleotiddə bir dənə fosfat turşusu qalıq var, bir dənə karbohidrat var və bir dənə də azot əsası var. İndi biz burada görürük ki, fosfat turşusu və karbohidratların cəmi 4600-dür və deyirik ki, sayıları bir-birinə bərabərdir. O zaman belə çıxır ki, fosfat turşusu da 2300-dür, karbohidrat da 2300-dür. Hər birinin sayı 2300-dür. Və biraz əvvəldə dedik ki, hər nukleotidin içərisində bir karbohidrat, bir fosfat turşusu, bir dənə də azot əsası var. Əgər karbohidratların sayı 2300-dürsə, demək elə nukleotidlərin də sayı 2300-ə bərabərdir. Demək 2300 nukleotid var. Burada nə tapırıq? Deyir ki, cəmi neçə hidrogen rabitəsi olar? Hidrogen rabitələrinin cəmini soruşur bizdən. 2300 nukleotid var. 2300 nukleotidin demək içərisində guanin, sitozin, timin və urasil hər biri var. İndi timin, urasil dedim, üzr istəyirəm, adenin, timin olacaq hər biri. Yəni DNT-də urasil olmayacaq. Və əgər deyirsə ki, adeninin sayı 230-dur, o zaman buradan belə çıxır ki, 2300-dən həm adenin, həm də timinin sayını çıxırıq. Çünki adenin sayı əgər 230-dursa, biz bilirik ki, burada timinin də sayı 230-dur. Bu ikisini çıxanda qalır nəyin sayı? Qalır guanin və sitozinin birlikdə sayı. Buradan da çıxanda alırıq neçə? 1840. 1840 guanin və sitozinin birlikdə sayıdır. O zaman onların hər birinin sayı 920-yə bərabərdir. 920 sitozin var, 920 də guanin var. Nəyə görə? Çünki 1840 onların ikisinin birlikdə sayıdır. Və onların da sayı bir-birinə bərabər olduğuna görə 1840-ı 2 ilə bölürəm. Alıram 920. Deməli 920 sitozinin sayıdır, 920 də guaninin sayıdır. Və gəlin indi hidrogen rabitələrini hesablayaq. Hidrogen rabitələrini necə hesablayırıq? H bərabərdir M plus S və yaxud 2 düsturunu hesablaya bilərəm. H-ın qiyməti necədir? Hidrogen rabitələrinin qiyməti bilmirəm, amma nukleotidlərin sayını bilirəm ki, nukleotidlərin sayı 2300-ə bərabərdir. Və sitozin də sayı 920-yə bərabərdir. O zaman nə tapıram? Tapıram 3220. 3220 deməli hidrogen rabitələrinin ümumi sayıdır. Və 3220 də A bəndində verilmişdir. Yəni cavab A bəndi olacaq. 17-ci suala baxaq. İnsan asqaridi normal inkişafı zamanı insanın hansı qan damarında olmaz? İnsanın hansı qan damarında olmaz? Ağciyər venasında olmayacaq. Nəyə görə? Çünki ağciyərə gedib çıxandan sonra artıq o öz həyat siklində ağciyərdən ürəyə qayıtmır. Ağciyər venası da ağciyərdən qanı ürəyə götürən damardır. Ona görə də ağciyər venasında olmayacaq və ağciyər venasında götürməyəcəyik biz. Bir çıxdı. Qaraciyər arteriyası. Qaraciyər arteriyası nədir? Qaraciyərə təmiz qanı gətirən damardır. Həmin qan hardan gəlir? Ürəkdən gəlir. Biz indi dedik ki, ağciyər venasında olmayacaq. Ağciyər venasında olmayacaqsa, deməli ağciyər venasından ürəyə gəlməyəcək ki, ürəkdən də böyük qan dövranı zamanı aorta ilə çıxıb və digər deməli arterial qan şəklində orqanlara getsin. Yəni ikidə də olmayacaq ona görə. Amma aşağı boş venada olacaq. Çünki nəyə görə? Aşağı boş venada olacaq, bağırsaq divarını deşib qana keçəcək, qanla demək aşağı boş venaya, oradan da ürəyə qayıdacaq. Yəni aşağı boş venin ürəyə qayıda bilər, amma ağciyər venasına ürəyə qayıtmayacaq. Bağırsaq venasında da olacaq, bağırsaqdan çıxan damarda olacaq. Qaraciyər qapı venasında da olacaq. Çünki elə bağırsaq venası gəlir qaraciyər qapı venasından qaraciyərə daxil olur və qaraciyərdən çıxan qaraciyər venasında da olacaq.
Yəni bunların hər birində olacaq. 1 ilə 2 də olmayacaq, 1 ilə 2 də E bəndində verilmişdir. Verilən fikirlərdən neçəsi doğrudur? Şirin su idrasının bədənində yumurta hüceyrə və spermatozoid əmələ gələn zaman. Yumurta hüceyrə və spermatozoid şirin su idrasına əmələ gəlibsə, deməli şərait əlverişsizdir və hidra bu zaman cinsi yolla çoxalmağa hazırlaşır. Və şirin su idrasında da bu qametlər necə əmələ gələcəkdir? Qametlər meyoz yolla əmələ gələcəkdir. Ona görə meyoz yolla əmələ gəlir fikri doğrudur. Meyoz prosesi gedir, doğrudur. 6 növ hüceyrə müxtəlifliyi olur. Yəni cinsi çoxalma getməyən vaxtlarda hüceyrədə 6 növ müxtəliflik vardır. Hansı? Dərə-zələ hüceyrələr vardır. Dərə-zələ, aralıq, dalayıcı, sinir və endodermasında da həmçinin vəzili və qamçılı hüceyrələr vardır. Yəni 6 növ hüceyrə vardır burada. İndi 2 dənə də spermatozoid və yumurta hüceyrə olmaqla 2 dənə də hüceyrə yaranıb. Artıq burada hüceyrə müxtəlifliyi 8 növ olacaq. Bu yanlışdır. 3 növ hüceyrə qamçıya malik olur. Hansı hüceyrələr qamçıya malik olurlar bunlarda? Demək ki, spermatozoidlər qamçıya malik olacaqlar. Bir də ki, qamçılı həzm hüceyrələri. Yəni 3 növ hüceyrədə yox, 2 növ hüceyrədə qamçı olacaq. 4-də deyir ki, mühit şəraiti əlverişsiz olur. Bəli, dedik ki, əlverişsiz şəraitdə çoxalır. Bu, məsələn, soyuqda ola bilər, quraqlıqda ola bilər və s. Hidra qeyri-cinsi yolla çoxalır. Xeyr, bu çoxalma cinsi çoxalmadır. Sadəcə ikisi doğru oldu, yəni neçəsi doğru olduğunu soruşmuşdu. Bu da B cavabında, B bəndində verilmişdir. 19-da. Erkək qametləri hərəkətsiz olan ali bitkilər 2 dəfə yaranmışdır. Erkək qametləri hərəkətsiz olan bitkilər, burada söhbət çılpaq toxumlardan gedir də. 2 dəfə yəni onlarda erkək qametlər sperm olmuşdu. Örtə toxumlar daha sonra yaranmışdı. Çılpaq toxumlar da nə zaman yaranmışdı? Çılpaq toxumlar da yaranmışdı Paleozoy erasının Devon dövründə. Burada Paleozoy erası A bəndində verilmişdir. Yəni elə A bəndi uyğun cavab olacaq. Keçək növbəti 20-ci suala. Şəkildə meyoz bölünmənin müəyyən fazası göstərilmişdir. Bu canlının somatik hüceyrəsinin xromosom dəsti necə olur? Meyoz bölünmənin burada ikinci meyozdur. Çünki artıq görürük ki, bir xromatidə malik olan xromosomlar qütblərə doğru çəkilirlər. Buradan görünür ki, bu canlının haploid xromosom yığımı 4-ə bərabərdir. Belə çıxır ki, artıq bunun somatik hüceyrəsində diploid xromosom yığımı 8-ə bərabər olacaq. 8-ə bərabərdirsə, onda 8 də A bəndində verilmişdir. A bəndi uyğun cavab olacaq. Sonra 21-ci sualda şəkildə hansı rəqəmlə verilmiş maddələrin monomerləri monosaxarid ola bilər? Monomerin monosaxarid deyilsə, artıq deməli burada söhbət şəkərdən gedir və mürəkkəb şəkərdir ki, onların monomerləri monosaxaridlərdir. Yəni ümumiyyətlə monomeri varsa, deməli bu özü mürəkkəb şəkərdir. Mürəkkəb şəkərdirsə, ümumiyyətlə burada hansılar şəkərdir? Xatırlayaq. Demək 4 nə idi? 4 şəkərlər idi. Elə D bəndi şəkərdir. Digərləri isə zülallar və lipidlərdir. Demək 5 lipidlər, demək 1, 2, 3 isə bunlarsa zülallardır. Ona görə burada sadəcə 4 düzdür. 4 də D bəndində verilmişdir. İnsanın qarın boşluğunda yerləşən vəzlərinin hazırladığı hormonları seçin. Qarın boşluğunda yerləşən vəzlərin hazırladığı hormonlar insulin, glikagon. Bunlar hər ikisi qarın boşluğunda yerləşən mədə-altı vəz tərəfindən hazırlanan hormonlardır. Yəni 1 ilə 6-nı götürürük. Bir də adrenalini götürəcəyik. Adrenalin də yenə də qarın boşluğunda yerləşən böyrəküstü vəz tərəfindən hazırlanan hormonlardır. Digərlərinə baxsaq, tiroksin qalxıraməzər vəz tərəfindən hazırlanır. Qalxıraməzər vəzi qarın boşluğunda yerləşmir. Demək ki, melatonin hormonu epifiz vəzi tərəfindən hazırlanır ki, kəllə boşluğunda yerləşir. Epifiz, timozin isə timus vəzi tərəfindən hazırlanır. Timus vəzi də demək döş boşluğunda yerləşən vəzidir. 1, 4, 6 bu da B bəndində verilmişdir. Təkamül nəzəriyyəsinə görə daha əvvəl meydana çıxmışdır. Daha əvvəl meydana çıxan burada hibbondur. Hibbon demək başlanğıc almışdı paraptikdən. Paraptikdən hibbondan yanaşı orangutan və dirioptiklər də başlanğıc almışdı. Demək paraptikdən başlanğıc aldı hibbon, orangutan və dirioptik. Sonra dirioptikin özündən başlanğıc aldı avstraloptek, şimpanze, gorilla. Avstraloptekdən də digər şaxələr başlanğıc aldı. O zaman şaxələrin səsində hansı ən qədim oldu? Elə hibbon ən qədimi oldu.
Cədvələ əsasən x-in qiymətini tapın. Cüzələrkən udduğu suyun kütləsi 150-dir. Noxud əgər cüzələrkən 150 qram su udubsa, deməli noxudun öz çəkisi də 150 qrama bərabərdir. Nəyə görə 150 qram götürürük? Çünki demişdik ki, noxud cüzələrkən öz çəkisi qədər su udur. Darı toxumları cüzələrkən, bunu səliqəli ayrıca yazılım. Noxud 150 qramdır. Öz çəkisi qədər. Darı nə qədərdir? Darı cüzələrkən 1/4 qədər sudur. Əgər udduğu su 120 qramdırsa, demək, öz çəkisi 480 qramdır. Qarğıdalı. Qarğıdalı çəkisinin yarısı qədər sudur. Əgər çəkisinin yarısı qədər udduğu su 100 qramdırsa, deməli, öz çəkisi 200 qramdır. Gəlin baxaq. Toxumların quru kütlələrinin cəmi nə qədərdir? 150, 480. Bu edir 630. Buradan da 200 qram. Demək 830 qram cəmi quru kütləsi olmuşdu bunların. Bu da A bəndində verilmişdir. Sonra baxaq növbəti suala. 25-ə. Uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu deyir. Demək, bildə deyir ki, sol mədicindən sol artı göstər çıxır. Bəli, məməlilərdən, itlərdə sol mədicikdən sol artı göstər çıxır. Bu uyğundur. İkinci istiqanlıdır. Hər ikisi istiqanlıdır. Ortaq yerə yazılıb. Doğrudur. 3 tük örtüyü ilə malikdir. Bəli, məməlilərdə tük örtüyü var. Doğrudur. Arteriyalarında 2 növ qan dövr edir. Demək, arteriyalarında hər ikisinin 2 növ qan dövr edir. Demək, həm arterial qan, həm venoz qan. Bu da doğrudur. 5-də deyir ki, qazlar mübadiləsi hava kisələrinə gedir. Xeyr, hava kisələri sadəcə havanı özündə saxlayır. Qazların mübadiləsi sadəcə ağciyərlərdə gedir. Yəni, hava kisələrinin qazların mübadiləsini yerinə yetirmə funksiyası yoxdur. Bunu 5-ə verib, yəni 5 ümumiyyətlə heç birisine aid deyil burada. Yəni, bu E bəndi ona görə uyğunsuz ifadə olacaq. Baxaq. Şəkildə göstərilən reaksiyalarda birinci fermentin quruluşunda dəyişiklik baş vermişdir. Birinci fermentin quruluşunda dəyişiklik baş verib. Əgər birinci fermentin quruluşunda dəyişiklik baş veribsə, dəyişikliklə əlaqədar hansı maddə və ya maddələrin sintezi pozular deyir. K-nın sintezində problem yaranacaq. Əgər K-nın sintezində problem yaranıbsa, nəticədə F-in də sintezində problem yaranacaq. Demək, K və F-in sintezində problem yaranır. Bu da A bəndində verilmişdir. Sonra 27-ci suala baxaq. Düzgün deməli fikri tapın. Plasentanın meydana çıxdığı geoloji dövrdə. Plasenta nə zaman meydana çıxıb? Təbaşirdə meydana çıxıb. Deməli, bizə təbaşir lazımdır. Təbaşir. Toxumlu qıcılar yox oldular. Toxumlu qıcılar Triasda yox oldular. Yəni, bu doğru fikir deyil. Götürmürük. Planların ağac formaları yarandı. Planların ot və ağac formaları nə zaman yaranmışdı? Planların formaları yaranmışdı Silurda. Sonra C-də deyir ki, əsl sümüklü balıqlar meydana çıxdı. Əsl sümüklü balıqlar meydana çıxdı, bu da Triasda. Uçan onurğalılar yarandı. Uçan onurğalıları yarandı Yurada. Uzun tozca borsa yarandı. Bu da təbaşirdədir. Tozca borsa var idi. Çılpaq toxumlarda əvvəlcədən var idi. Amma uzun tozca borsa deyirsə, bu demək, örtük toxumlu bitkilərə aiddir. Örtük toxumlar da təbaşirdə yaranmışdır. Çılpaq toxumlarda tozca borsa qısa idi, ya bəzən ümumiyyətlə olmurdu. Çünki onlarda yumurtacıq elə yəni üzdə yerləşirdi. Yəni yumurtalığın içərisində olmadığına görə yəni bir o qədər də uzun tozca borsasına ehtiyac yox idi onlarda. 28-ci sualda. Təkamül prosesi nəticəsində toxum bilavasitə hansı orqanlar əmələ gəlmişdir? Toxum əmələ gəlmişdir yarpaqdan. Demək, yarpaqda, məsələn, qış kimlərdən götürək? Yarpağın altında sporangilərdə sporlar yaranırdı. Sonra tədricən yarpaqda olan sporangiyə əmələ gətirə bilən hüceyrələr toxumun əmələ gəlməsinə bir başlanğıc vermişdir. Təkamül prosesi nəticəsində onlardan tədricən, çılpaq toxumlarda da qozalın pulcuqları yarpaq mənşəlidir. Yəni, bütün bu üzərində toxum əmələ gələn qozu olsun və yaxud da ki, elə toxumun özü olsun, yarpağın təkamül nəticəsində inkişaf edib əmələ gəliblər. Sonra 29-cu suala baxaq. Əgər kisədə olan heyvan südü yalayırsa, kisədə olan heyvan südü yalayır. Süd var, amma demək əmzik yoxdur. Əmzik yoxdursa, demək burada söhbət nədən gedir? Burada söhbət gedir yexidnadan. Yəni 29-cu sualda cavab C bəndi olacaq. Yəni iç məməlilərin süd vəzlərində əmziklər yox idi. Sonra əgər müəyyən əlamətə görə dominant fenotipli iki bitkinin monohibrid çarpazlaşma nəticəsində birinci nəsildə həmin əlamətə görə resessiv fenotipli bitkilər əmələ gəlibsə, deməli çarpazlaşmada iştirak edən. Demək yazaq bunu.
Dominant fenotipli iki bitkidir. Monohibrid çarpazlaşma daxil olublar. Bitkilərin genotipi bu şəkildə ola bilər. Amma görək nə deyir? Birinci nəsildə resessiv fenotipli bitkilər əmələ gəlib. Birinci nəsildə resessiv fenotipli bitkilər nə zaman yaranır? Monohibridlərin hər ikisi dominant olsa parçalanma verməyəcək. Elə dominant fenotiplidən dominant fenotipli də yaranacaq. Amma hər ikisi heterozigot olduğu halda parçalanma verildi. Resessiv fenotipli fərdlər də meydana çıxırdı. Çarpazlaşmanı da yazaq. Mendelin aslında ikinci qanunudur. Demək, burada gördüyümüz kimi resessiv fenotipli fərdlər meydana çıxacaq. Yəni, görək burada nə deyir bunlar haqqında? Deyir ki, bitkilərdən yalnız birinin genotipində verilmiş əlamətə görə resessiv gen var. Əgər birində olsaydı, məsələn, bu şəkildə olsaydı. Burada, yəni bu çarpazlaşmadan, bax ki, belə bir nəsil alınacaqdı. Burada resessiv əlamət özünü göstərməyəcəkdir. Mümkün deyildir burada resessiv əlamətin üzə çıxmağa. Ona görə bu yanlışdır. A bəndi yanlışdır. Bitkilərdən biri verilmiş əlamətə görə dominant homozigot, digəri isə heterozigot genotiplidir. Xeyr, olmaz. Dominant homozigotla heterozigot elə A bəndində olduğu kimi də, yəni burada bir nəticə alınmayacaq. C-də deyir ki, bitkilərdən biri dominant homozigot, digəri isə resessiv homozigotdur. Olmayacaq. Bir dominant homozigot olsa, digəri isə resessiv homozigot olsa, olmaz. Belə bir çarpazlaşmadan, yəni resessiv fenotip üzə çıxmayacaq. Mümkün deyil bu. D-də hər iki bitki dominant homozigotdur. Hər iki bitki dominant homozigot olması o deməkdir ki, dominant homozigot. Bax, bu şəkildədir. Bunlardan yenə də resessiv fenotip üzə çıxmayacaq. Mümkün deyil. Amma E bəndində görək nə deyir? E-də deyir ki, hər iki bitkinin genotipində verilmiş əlamətə görə resessiv gen var. Bəli, hər ikisinin genotipində verilmiş əlamətə görə resessiv olan gen var idi. Ona görə də o resessiv əlamətlər gətirib, demək, resessiv fenotipin üzə çıxmasına şərait yaratdı. Ona görə deyil, 30-cu sualda cavab E bəndi olacaq. Sonra davam edək. Şəkildə Darwin mürabbitənlərinin bütün cinsləri təsvir olunmuşdur. Şəkildə təsvir olunan cins və növlərin cəmini tapın. Darwin mürabbitənlərinin 3 dənə cinsi var idi. 1, 2 və 3 cinsi var idi. Silvilər, ağac mürabbitənləri və yer mürabbitənləri. Demək, 3 cinsdir. Amma burada 3 cinsə aid olan 4 növ təsvir olunub və ikisinin birlikdə cəmi 4 növ 3 cins. İkisinin birlikdə cəmi 7-yə bərabər olacaq. 7 də C bəndində verilmişdir. Eyni sayda götürülmüş, demək, qurbağa, dovşan və kərtənkələdə gövdə sümüyünə aid olan cəmi 60 döş sümüyü vardır. Bu canlıların gözlərinin sayı neçə olar? Eyni sayda götürülüb, amma saylarını bilmirəm. Demək, x sayda qurbağa yazıram, x sayda dovşan yazıram və eləcə də x sayda kərtənkələ yazıram. Amma burada bir şeyə diqqət edək ki, biz dedik ki, gövdə sümüyünə aid olan döş sümükləri. Qurbağada döş sümüyü gövdə skeletinə aid deyil, ona görə onu nəzərə almıram. Dovşan və kərtənkələdə isə aiddir, hərəsində də bir dənə döş sümüyü var. Ona görə də indi x sayda dovşanda x sayda döş sümüyü var, x sayda kərtənkələdə də x sayda döş sümüyü var. O zaman x plus x bərabərdir 60-a. Buradan da çıxır ki, x-in qiyməti 30-a bərabərdir. X-in qiyməti 30-a bərabərdir yazıram. Bu o deməkdir ki, yəni dovşanda demək olan döş sümüklərinin sayı 30-dur. Əgər hər dovşanda bir dənə döş sümüyü varsa, o zaman 30 dovşandan söhbət gedir. Kərtənkələdə də döş sümüklərinin sayı 30-dur. Əgər hər kərtənkələdə bir döş sümüyü varsa, o zaman kərtənkələlərin sayı 30-a bərabərdir. Və sayılar əvvəlcədən demişdik ki, bərabər idi. Eyni sayda götürmüşdü. Belə çıxır ki, qurbağadan da 30 dənədir. İndi bizə nə deyir? Bu canlıların gözlərinin sayı neçə olur? Qurbağa 30 dənədir. Hər bir qurbağanın 2 göz var, 60 göz. 60 göz qurbağada, 60 göz dovşanda, 60 göz də kərtənkələdə edəcək. Bunların da üçünün birlikdə cəmi 180-ə bərabərdir. 180 də bizə verilmişdir C bəndində. Sonra keçək növbəti.
Xordallar tipinin ən cavan sinfinin bütün nümayəndələri üçün xarakterikdir. Xordallar tipinin ən cavan sinfi deyərkən quşlar nəzərdə tutulur. Quşlar üçün xarakterikdir. Süd vəzlərinin olması. Xeyr, quşlarda süd vəzləri olmur. Diri bala doğumu olmur. Sonra, amma digər əlamətlər olur. İndi görək bu əlamətlər bütün quşlar üçün xarakterikdir. Pəncənin bir neçə sümüyünün birləşməsi, bəli, bu bütün quşlara aiddir. Uçma qabiliyyətinin olması. Dəvəquş kimlərdə uçma qabiliyyəti yoxdur. Yəni onlar tilsizdirlər, uçmurlar. Açıq sahə quşlarıdır və sürətlə qaça bilirlər. Yəni bu C bəndi aid deyil bütün quşlara. Kürt yatmaq da yenə də bütün quşlara aid deyil. Ona görə də B bəndi burada uyğun cavab oldu. Açılmayan quru meyvələrdir. Açılmayan quru meyvələr hansı meyvələrdir? Elə A bəndində verilən toxumca meyvə, fındıq meyvə və dən meyvə. Bunlardan meyvə yanlığı sadəcə toxum düzələn zaman açılır. Digərlərini məsələn burada şirəli meyvədir, gilə meyvə, çərdək meyvə, həmçinin çərdək meyvə, şirəli meyvədir, çərdək meyvə, şirəli meyvə çıxdı bu cavabları. Qaldı bir dənə E bəndi. E bəndində buynuz meyvə və paxla meyvə verilib. Buynuz meyvə, paxla meyvə və qutucuq meyvə. Bunlar toxum düzələn zaman meyvə yanlığı, toxum yetişən zaman meyvə yanlığı açılır və toxumların öz-özünə yayılması təmin olunur. Yəni E bəndi də uyğunsuz cavabdır. Sadəcə A bəndi burada uyğun cavab oldu. İnsanda daxili qulağın quruluşuna aiddir. Daxili qulağın quruluşuna hansı hissələr aiddir? Baxaq. Nə verir burada? Oval pəncərə aiddir. Sonra Yevstaxı boşluq xeyir aiddir. Oval küçəcik aiddir. Sonra çəkic sümüyü verib aiddir. İlbis aiddir. Dəhliz aiddir, təbil pərdəsi aid deyil. O zaman nə aid olan götürdük? A-nı götürdük, C-ni götürdük, E-ni götürdük və bir də hansı qaldı? F, dəhlizi götürdük, dəhlizi. F-i də götürdük. A, C, E, F, Y, F. Bu da A bəndində verilmişdir. Həz təsnimat vahidinə neçəsi uyğundur? Sinif, cins, növ. Biz bilirik ki, iki sözlə adlandırılan növlər olur. Düz indi burada iki sözlə adlandırılan sinif də var. Amma biz əsasən indi aid edə biləcək ki, hansılar növdür. Ağyan delfin növdür. Demək, bunu yazırıq növdür. Biz quyruq skat növdür. Qafqaz gürcəsi, bu da növdür. 4, 6, 7. Bunlar növdürlər. Gəlin indi siniflərə baxaq. Balıqlar sinif üstü idi. Qığırdaqlı və sümüklü balıqlar bunlar sinif idilər. Demək, bura 1 də aiddir, 2 də aiddir və quyruqlular dəstədir. Quyruqlara aid etmirik. 1 ilə 2 aiddir sadəcə. Karp cinsdir. 3. Demək, nə oldu burada? Sinifə aid oldu ikisi. Burada 1-i aid oldu cinsə, 3-ü də aid oldu növə. 2, 1, 3, 2, 1, 3 də A bəndində verilmişdir. Sayaya görə biz götürürük 2, 1, 3 və bu da A bəndi uyğun cavabdır. Torpaqda əlverişli mühit olduqda insan əskərdinin yumurtasında baş verir. Ümumiyyətlə, insan əskərdinin yumurtası əlverişli şəraitə düşəndə onun içərisində sürfələr əmələ gəlir. Yəni, burada B bəndi ilə daxilində sürfələr əmələ gəlir, uyğun cavabdır. Sonra 38-də düzgün variantı seçin. Düzgün variant görək nədir burada? Biokimyəvi kriter, nüklein turşular və zülalların quruluşu və tərkibinə görə növlər fərqləndirir. Bəli, doğrudur. Uyğundur. Demək, elə A bəndi də uyğun cavabımdır. A bəndi. Düzgün cavab istəyir. Digərlərinə baxaq. Genetik kriterin növləri xromosomların diploid haploid yığına görə fərqləndirmir. Xeyr, fərqləndirir. Növün tutduğu areal onun ekoloji kriterisidir. Xeyr, növün tutduğu areal onun demək coğrafi kriterisidir. Yəni hansı arealda yayılması. Amma arealın daxilində hər hansı bir şəraitdə yayılıb yayılmaması onun ekoloji kriterisidir. Çoxalma prosesləri morfoloji kriteriləri fərqləndirir. Xeyr, bu çoxalma prosesləri fərqləndirir ki, bu fizioloji kriteridir. Morfoloji kriterli növləri yalnız daxili quruluşuna görə fərqləndirir. Xeyr, həm daxili, həm də xarici quruluşuna görə fərqləndirir. Sonra 39-a baxaq. Ayrı-ayrı tiplərə aid olan planktonlardır. Ayrı-ayrı tiplərə aid olan planktonlardır. Bəli, bu da D bəndi uyğun cavabdır. Çünki D bəndində nədir? Yaşıl Evglena da planktondur, Daphnia da planktondur. Yaşıl Evglena aiddir, demək, Sarkomastikoforlar tipinə, qamçılar sinfinə. Daphnia isə aiddir, demək, buğmayaqlar tipinə. Bunlar ayrı-ayrı tiplərdir.
A vəlinə eyni tiplərdir, Daphne Globe eynidir, Yaşıl Evgeni Volvox eynidir. Bunlar da demək ki, eyni tipə aiddirlər. Sonra 40-a baxaq. Biomüxtəlifliyin növlərinə uyğun gələn sıranı göstərin. Aha. Biomüxtəlifliyin növlərinə uyğun gələn demək sıranı göstərin. Demək burada hansı müxtəliflik var? Növ müxtəlifliyi var. Sonra genetik müxtəliflik var, bir də ekosistem müxtəlifliyi var. A, D, F. A, D, F-də D bəndində göstərilmişdir. Burada indi suallar yekunlaşdı. 15-ci variantın sualları. Ümid edirəm ki, izahlar aydın oldu hər biriniz üçün. İnşallah videonu baxarkən bəyənərsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmamanızı xahiş edirəm. Çox sağ olun, hər birinizə təşəkkürümü bildirirəm.